Herkese salam. Bugün bizdə yenə ECSK 1-2 qrammatikası gedir. Çünki davamlı öyrənənlər üçün qrammatika çox önəmli olur və bunu baza şəklində, yəni sıfırdan öyrənmək bizim üçün çox önəmlidir. Sözlərə dəyinəcəm, amma birinci qrammatikalarına getmək istəyirəm çünki sözləri zaten özünüz də öyrənə bilirsiniz. Çox tələbə yazır ki, mən sözləri öyrənmişəm, ECSK 1-2 öyrənmişəm, 3-ə məni götürün, qrupa və s. Mən bilirəm ki, belə bir kütlə var ki, özləri öyrənirlər. Düşünürəm ki, YouTube onlar üçün çox faydalı bir platform olacaq bu baxımdan. Okay. Gəlin biz başlayaq. ECSK 1-in sonlarında 2-də də gördüyümüz bir qrammatika ilə ş, şımı, şımı, d. Ş, nöqtə, d. Bu qrammatika nədir? Nə üçün istifadə olunur? 比如我是来看你的. Mən gəlmişəm səni görməyə. Müəllimə, niyə 2 dənə feil var? Niyə ş da var, kən də var? Əzizlərim, burada ş feil deyil artıq. Ümumiyyətlə ş nöqtə d cümlənin sonunda gördüyünüz o d, heç o d olmaya da bilər, o opsionaldır. Bu bizdə nə bildirir? Bu bizdə bildirir ki, mən o ş-dan sonra gələn sözü vurğulamaq istəyirəm. Əsasən d varsa ikisinin arasındakı sözləri vurğulayıram. 我是来看你的. Mən səni görməyə gəldiyimi vurğulayıram. Ona görə mən onu ş ilə kən arasına qoymuşam. 这是我买的. Bunu mən almışam. May var da, düzdürmü? Deyə bilərəm ki, 我买了这个. Mən bunu aldım. Düzdür? Mən onu niyə deyirəm? 这是我买的. Bunu mən almışam. Mənim aldığıma vurğu qoymaq istəyirəm. 或者可以他是说错的. O səhv deyib. Onun səhv dediyinə mən istəyirəm vurğu qoyum. Ona görə onu ş və d-nın arasında istifadə edirəm. Bu qrammatikanı çinlilər danışıqlarında çox istifadə edirlər. Ona görə mən istəyirəm ki, bu qrammatika sizə tam aydın olsun. Bunu tək ş ilə yox, xo ilə də istifadə edə bilərik gələcək zamanda. 我明天会跟你说的. Mən sabah sənə deyəcəm. Sabah deyəcəyimə vurğu qoymaq istədiyim üçün onu xo ilə istifadə etdim. Zaten sabahdan danışıramsa onun vurğusunu xo ilə qoyacağam orada. Burada şo var əslində, düzdürmü? Feil var. Amma biz vurğu qoymaq istəyiriksə nəyəsə, biz onu avtomatik olaraq ş-d və yaxud da xo-d-nın arasına alırıq. Bu videoda məncə mənim fikrim tam aydın oldu. Yox, əgər suallar yaranarsa yenə də mənlə əlaqə saxlaya bilərsiniz. Zaten bütün suallara cavab verirəm. Yaxşı olar ki, bunu videoların altında eləyəsiniz. Çünki belə videolarda aktiv tutmuş olacağıq. Yox, əgər videoların altında eləmək istəyirsiniz, Instagram şəxsən mənə də yaza bilərsiniz. Zaten gün ərzində məncə tələblərim olmayan şəxslərə verdiyim cavabları toplasaq bəlkə də 1 saatdan çox vaxt buna xərcləyirəm və hamıya cavab verirəm. Ümid edirəm video sizə faydalı oldu. Növbəti videolarda görüşərik.